Son həftələrdə aylıq normadan artıq yağan aramsız yağışlar fermerlərin sevincinə səbəb olub. Kənd təsərrüfatı üçün olduqca faydalı olduğunu deyən fermerlər bildirir ki, xüsusilə suvarma imkanları məhdud olan ərazilərdə yağıntılar torpağın su ehtiyatını artıraraq məhsuldarlığa müsbət təsir göstərir. Dəmiyə şəraitində əkilən sahələr, payızlıq bitkilər və şumlanaraq əkinə hazırlanmış torpaqlar yağıntılar hesabına kifayət qədər nəmlənir. Bu isə bitkilərin inkişafı üçün mühüm şərtdir. Torpaqda yaranan rütubət ehtiyatı gələcək məhsulun keyfiyyətinə və bol olmasına zəmin yaradır. Salyanlı fermer Şahin Məhərrəmov belə deyir. Yağışın yağmağı təkcə bitkilərin kötünün nəmlənməsinə deyil, həm də onun havanın rütubətli olmağı bitkilərin inkişafına çox yaxşı təsir göstərir. Axır zamanlar Kür çayında suyun azalması müşahidə olunurdu. Belə yağışın yağmurlu keçməsi Kür çayında suyun bolluğu yaranıb. Bu da suvarma sistemlərinin yaxşı işləməsinə yaxşı təsir göstərəcək. Məlumdur ki, su həyatın əsas mənbəyidir və kənd təsərrüfatında onun rolu əvəz olunmazdır. Bu baxımdan vaxtında yağan yağışlar əkinçilər üçün münbit şərait yaradır. Çünki təbii yağıntılar süni suvarmaya olan ehtiyacı azaldır və torpağın suya olan tələbatını tam ödəyə bilir. Hal-hazırda yağışın demək olar ki, biz xeyrin görürük. Məsələn, heyvandarlıqda otlar dəhşətli dərəcədə, yəni bizdə muğan zonaları var ki, oralıqda otlar çox göyərib, heyvandarlıqda xeyri var. Bizdə taxılçılıqdır, bizdə yonca əkinləridir. Bax, bu sahələrdə bu illərə Allahın köməliyi ilə keçən ilkindən ən azından yarıdan artığını çox gözləyirik ki, bizə bu yağışların bu qədər xeyri oldu. Bizim üçün çox sərfəlidir. Çünki biz əkinçiliklə məşğuluyuq, taxıl əkmişik. Arpamız var, taxılımız var. Təsərrüfat üçün, kənd təsərrüfatı üçün bu yağışın çox böyük xeyri oldu bizə. İndi hal-hazırda hər yer yağışın nəticəsində bütün sahələri ot gəlib. Heyvandarlıq inkişaf edir. Heyvandarlıq üçün çox sərfəlidir. Qışın tədarükünü, dəmiyə yerlərin canlanması hamısı yağışın nəticəsidir. Ona görə də indən sonra yağsa bizim yonca sahələri, biçənək sahələrimizdə ot bol olar, bizim də qış ehtiyatımız daha yaxşı olar. Qeyd edək ki, hazırda yağan yağışlar normal məhsul əldə etmək üçün kifayət qədər su ehtiyatı da yaradıb. Bu isə gələcəkdə əlavə olaraq dənd suyunun verilməsi və məhsuldarlığın daha da artıq olması ilə nəticələnəcək. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Vasif Aqifoğlu, Rəşad Əl İsgəndarov, Diana Cəlali, Spice xəbər, Salyana Qıstafa.